Ay xaloğlu, səhər-səhər mən o inəyi 1000 manata satmışam qonşuya. Bilirəm, 1000 manata satmışsan. Mən də getdim Mirzalı kişiyə 1000 manatı verdim, inəyi aldım, gətirdim, verim sənə. Bilirsən niyə? Sən ki o əlivin o axırıncı qəpiyinə kimi gətirib verdin mənim qızımın təhsil pulu. İnan o vicdan məni öldürdü də, ona görə də o əziyyətlə, zülümlə baxdığım, bəslədiyim bax bu inəyi gətirdim, verdim sənə. Apar o inəyi bağla söyləyir. Apar bala. Sağ ol xaloğlu, çox sağ ol. O inəyi böyütmək çətin iş deyil, öz əlimizdədir. Ən çətin iş insan olmalıdır. Sən bunu bacardın. Yoxsa arvad, sən məni qınayırsan. Onu bilginən ki, kasımın ürəyi dənizdən də dərin olur.